بسم الله الرحمن الرحيم. اللهم صل على محمد وآل محمد. Mənəm iblis. Mənəm şeytan. Mənəm iblis. Daşla qovulmuşların ən birincisi. Alçalmış və bədbəxt. Ərşidən doldum düşdüm alçaqlığa, zəlilliyə. Yerin sonunacan mənə möhlət verildi. Bəs bəşərin atası Adəm, eşit bu andımı ki, mənlə yerə nə qədər möhlət var, iblis sakit oturmayacaq. Yoxluqdan əvvəl Adəm övladlarını müxtəlif günahlarla aldadar və onları sövq etdirərəm cəhalətə. Şirin cəhalətə. Nemrut'tan sonra bu bütxanada en büyük büt sen. Orada kim var? Orada kim var? Bu bütxanada ne istəyirsən? Get. İbrahim Halilullah, Muhammed Rıza Berzi təqdim edir. Rollarda Muhammed Sadiqi, Behzad Fərahani, Cengiz Vusuqi, Fəxrəddin Sediq Şərif, Mirtahir Məzlumi, Negin Sediq Quya, Roşənək Əcəmiyan, Xosro Fərruxzadi, Leyla Bulukat və Hesam Nəbbab Səfəvi. Mütərcim və dubliyaj müdiri Əli Əhmədi. Səs operatoru Məsud Kazimi. Səhər Beynəlxalq Televiziya kanalında dubliyaj edilmişdir. Senari müəllifi və rejissor Muhammed Rıza Berzi. O dövrlərin ən böyük diyarı Babil ölkəsi Nəmrud ibn Kuşun hakimiyyətində idi. Miladdan 4 əsr əvvəl bu böyük şəhərin adı tarixdən silindi və torpağın altında dəfn oldu. O diyarın cəmaatı saxta bütlərə pərəstiş edir və Nəmrudu böyük padişah bilirdilər. Babililər, siz yandı verirəm Allahların Allahı Nəmruda. Bir Allahım var idi ki, onun qubarını silirdi. Mənim bu nəvazişkar və qubar silən əlim o əzab çəkmiş Allaha toxundu və mənim üçün əbədi lənət törətdi.
etti. Yolu açın. Belki Allahların senetkarı Büt Yonan Azer qara bəxtimizdən düğün açsın, yolu açın. Babil'in bu büyük ruhanisi ve koca yol göstereninin sehavetiyle çölün her bir taşı yonulan vakta tale yazılır. Kara bulutlar kenara çekilir ve Urla Babil'in seması ışıklanır, parlayın. Çünkü Allahlardan birinin heykelini azer kalemle yonur ve hemin sebebe göre Nemrut padişah onu bu diyarda əzizləyir və hürmət bəsləyir. Bu büt mənim əlişim deyil. Büt Yunan Übeysin işidir. Sən ləyaqətli və ustad şairsən kişi. Mənim bacarıqlı büt Yunanlarım təmənnasız olaraq səni öz kəlamının şövkəti ilə bərabər bir Allah edə bilərlər. Yerinizden tərpənməyin. Kimse başını kaldırmasın. Sen de tekçe çenene başa. Neye bakırsan? Çəkin kənara. Başayın. Bir Nemrud'a bakırsan ki benim qədrimi bilmədi. Mənim Übeysin. O Azer'in bütlərini çox əzizlədi. Çox əziz. Nemrudlar onun başına ne getirdiler? Ne oldu Sara? İbrahim secde etmedi. Kim? Büt Yonan Azer'in kardeşi oğluydu. İbrahim secde etmedi. Ata onu apardılar. Apardılar. Lut. Hı? Herkes secde etmese cezalanır. Lut. Sen İbrahim'i görmedin? Secde etmedi. Oğlum İbrahim. Bu hasarlı kara zindan Əminin evinden daha rahat idi. Bir bəndəyə ki mənim kimi
ət sümükdən vücuda gəlmiş insandır. Niyə gərək səcdə qılım? Kurtar İbrahim. Bu acı dilini dinç o İbrahim Nemrudilerin serkerdesini de nəzərə al ki bundan sonra Azərin də vasitəçiliyi sənin üçün bir iş görə bilməyəcək. Azər, oğlumu niyə bütyonmağa vadar etdin? Sen öten gün bir genç evladının olduğu sirrini benim için aşkar ettin. Ben de evlatlarım kimi onu vadar eledin, daşların gövdesini yonsun. Nece de bacarıqlı, necə də gözəl yonmusan. Kaş atan Tarık həyatda olub və görəydi ki, necə də incə yonursan. Sən evladlarından bacarıqlısan. Yon, yon. Yon ki canişinim sən olacaqsan. Ne eylirsən? Nə dərdinizə dəyər? Pərəstiş! Daşa? Özünüz yonduğunuz bir şeyi pərəstiş edirsiniz? Sən əminin rüsvayçılıq süngüsü yox, Azərin gələcəyi için bir əsasan. Bundan sonra istemezdi yonasan, satarsan. Bütləri Babil bazarında cemaata satarsan. Büt gətirmişəm, rəngarəng və pardaqlanmış. Ucuz və baha, nə ziyanlıdırlar, nə də faydalı. Axırda azad oldum. Nemrud'un cəfası ilə əsir, Azərin vasitəçiliyi ilə azad. Qorxmursan Nemrudun xəbərçisi olum? Nemrud'un xəbərçiləri mehriban deyirlər, Sara. Hardan bilirsən Sara mehribandır? Nemrudilər zəiflərə yardım etməzlər. Qəribə iş gördün Azər. Bu əllər möcüzə eləyirlər, möcüzə. Əgər Nemrud səni görsə, doğrudan ki öz Allahlığını unudar. Onu pardaklayın. Ne oldu Rud? İbadət üçün bir neçə gündür dağlara gedib. İbadet, ibadet, ibadet. İbrahim benim kardeşim oğludur ama benimle değil. Əkinə gedirəm. Bəlkə qayıtmış olsun. Parpak, Nemrud'un gözləri sənsən. Söz verdin ki, Azəri Nemrud'un sarayında məhlub yox. Bəlkə nəzərdən saldırasan. Söz verdin ki, Azərin əlləriyle taraşlanan böyük büt heç vaxt butxanaya aparılmasın. Və mən düzəldən bütün Nemrud'un nəzərində dəyərləndirəsən. Çətin işdir Üveys. Sən Nemrud'un sarayından qovulan gündə
Azərbabil şahından Allahların sənətkarlıq nişanını aldı. Və əlbəttə, boynuna ağırlıq edir. Yox, Harpak. Yox. Nəzərində olsun ki, əgər bir gün gördüyüm şeyi Nəmruda desəm, onda sənin üçün necə ağır günlər keçəcək. Məni hədələmə Üveys. Əgər lazım olsa səni diri-diri dəfn eləyərəm ki, daha heç nəyi görməyəsən. Burasına da fikirləşmişəm. Sənin sirlərini bir əmin adama dedim. Və tapşırdım. Əgər bir gün Harpakın qılıncı ilə öldürülsəm, bu zəhmət çəkib mühüm mövzunu Nəmruda desin. Yadımdan çıxmaz o gün ki, əyləncə üçün mişəyə getmişdim. Ağacların arasında uca boylu bir at. Oldu. Azərin bütü Babil butxanasına daxil olmaz. İndi isə burada qalma. Get. Yaxşıdır Harpak. Yaxşıdır. Harpak, Büt Yunan Üveys bizim sirlərimizi Nəmrudun yanında ifşa edəcək. Əgər onun əzizlənmiş rəqibi Azəri meydandan çıxarmasa. əgər desə, həm onu öldürərik, həm də Nəmrudu. İlahi, bu cemaatin barəsində fikirləşdim. Gördüm hamısı puçpərəstdilər. Boş düşünən. Eşit. Ey biz bəndələrə Allahlıq eləyən parlaq heykəl. Ey səmanın geniş düzənindəki ulduzlar ki bizim sabahımıza, canımıza, malımıza, eləcə də dünyamızın mülkünə maliksiniz. Biz bəndələri unutmayın. Nəyə pərəstiş edirsiniz? Burada olmağın canımız əzabası. Buradan uzaq ol. Nələrə pərəstiş edirsiniz? Halbuki səmada zöhrədən parlaq bir ulduz yoxdur. Mən ona pərəstiş edirəm ki, daha da şövkətli və işıqlıdır. Allahım, Zöhrənin başına nə gəldi? Niyə qürub etdi? Nədən ay işığında rəngi qaçdı? Yox, mən daha Zöhrəyə pərəstiş etmərəm. İndi isə mənim Allahım aydır, əzəmətli, işıqlı. Sən bu Allahların canından nə istəyirsən? Uzaq ol buradan. Uzaq ol. Uzaq ol. Mən də bunlar kimi bir bəndim. Qürub etdi. Ay da qürub etdi. Bəndələrə isti günəş ağalıq eləyir. Uzaq ol. Uzaq ol. Heykəlləri bırak. Günəş də Zöhrə ilə ay kimi qürub etdi. Bu necə Allahdır ki, qürub eləyir? Mən o Allaha sitayiş eləyirəm ki, yox olmasın.
Cismlər mənim Allahlarım deyillər. Allah yəni qalan. Nə yox olan? Yeni bir Allah ardınca gedecek. Onlar ulduza pərəstiş edirdilər. Səmavi cismləri, şeytanın aldatması ilə gecəyə. Eşit, Onu Allahların yolunda qurban verərəm ki, acıqları tutmasın. Uşağımın ayağı Allahlarımı sındırdı. O çevikliklə qaçırdı ki, ayağı böyük bütə toxundu və o da sındı. bu nə cür Allahdır ki, özünü müdafiə eləyə bilmir və bir uşaq onu yox edir. Bilmirəm təzə Allahı. Bu yarım sınıq idi. Ya da oğlum Allah'ımı sındırdı. Məni yeganə Allah siz Babil qövmü üçün Peyğəmbər göndərib. İbrahim. Başında nə fikir var? Bu sövdəli başında. Yalvarmaq yaxşıdır. Bəs sənə yalvarıram. Zarmaq yaxşıdır, bəs mən zarıyıram. Mənim dinciliyim sənin əlində oyuncaq deyil, Peyğəmbər. 3 gündən sonra Allahların ikram mərasimidir. Uğurlu və xeyirli bir gün ki, onun gəlib çatmağını günlərdir gözləyirdim. Bəs sorlama. Azər, hər vaxt istəsən bu büt və Allah bildiyiniz cismlər sizin sözlərinizi eşidirlər. Onların sizə xeyir yazyanları olur. Biz ata-babalarımızı bu Allahlara pərəstiş eləyənləri görmüşük. Hərçən ki cansız cismlərdir, amma yenə də onlara pərəstiş edirik. Mən o Allaha pərəstiş edirəm ki, məni yaratdı və öz lütfkarlığı ilə mənə yol göstərir. Həmin Allah ki, mən ac olanda öz kərəmindən yemək verir, susadığım vaxtda su verir, xəstə olan vaxtda şəfa verir. Həmin o Allah ki, məni öldürür və sonra axirətin əbədi meyvəsi ilə həyat bəxş edir. Həmin o Allah ki, ümidvaram qiyamət günündə günahlarımı öz Bırakın onu. Rau, Rau. Sen emin Allah'ın peygamberisin ki göze görünmüş. Day gözelçiye ihtiyaç yoktu İbrahim. And içirem ki senin peygamberliğine inandım. Benim için eftelemele. Bir ömür karanlıkta, bir an ışıklıkta.
Gördün. Birinden can aldın, o birisine yeni hayat bağışladın. Ey zalim! Mənim Allahım daha böyükdür. Ay ilə güneş onun qüdrətindədir. Allah hər gün güneşi şərq tərəfindən çıxarır. Eləyə bilirsənsə qərb tərəfindən çıxar. Day kurtar! Babil'i terk et. Babil seni istemir. Çık bayrağa! Sen yerin Allah'ısan. Göğün Allah ilə döyüşəcək. Koymayın Babil'de cevlan etsin. Babil'in uca zirvesine çıkacağım. İbrahim'in Allah ile dövüşen. Sen zireh kişisen Harpak. Düz deyirdin. Senin sözünün barəsində düşündüm. Dedin ki, Nemrut hökumətinin paylarından birisən. Bugün Babil'in zirvəsinə çıxdım ki, öz qüdrətimi Babillərə göstərim. Bir ox atım ki, İbrahim'in Allah'ı məğlub olsun və bir də dediyin o hökuməti təməlindən yıxım. Keçmiş vəzirin gözü mənim məqamımdaydı və sən cavan sərkərdəydin ki, vəzirin hiləsini pozdun. Ləyaqətinlə, tədbirinlə can işin oldu. Amma sən o gedən yoldan azdın. 2 qat xəyanət. Əgər sənə rəhm eləsəm, dair Nemrut deyiləm. Padişah, nə demək istəyir? Nemrut yeganə qüdrətdir. Vəzir istəmir. Ucadır. Çox ucu. Zirvəni deyirəm. Harpak öz padişahı ilə necə vidalaşsın? Padişah, məni bağışla. Padişah, yox. Məni bağışla. Yox. Məni bağışla. Padişah, yox. Məni bağışla. Yox.
Babil padişahının qürub etməyinə Babil sükut elədi. Nemrut değersiz bir avca kanatla dövüşür. Gerek teze bir Allah'ın ardınca olun. Utanıram deyim. Amma deyirəm. Sara üçün mən layiq ərəm. Mən peyğəmbərliyə kömək istəyirəm. Layiqəm. Layiqsən. Mən şirk diyarından öz Allahıma tərəf mühacirət eləyirəm. O ki, iqtidarlıdır və bəndələrinin işindən agahdır. İbrahim ömür sürerken Kenan'la Mısır'dan öptü. Mısır'ın firavunu Sara'ya bir keniz verdi. Adı Hacer idi. Ve Hacer, İbrahim Hebrun'a dahil olan vaktacan Sara'nın qulluqçusuydu. İbrahim orada bir ev tikir ve dolanacak için ekin yeri hazırlar. Hakkıdır ki evladı olsun. Senle benim aramızda İşq hökm sürür. Peygamber ben senin aşıqınım. Bunu istəmə. İstəyirəm. İndi başa düşürəm ki, nə üçün Cəbrail Allahın tərəfindən müjdə vermişdi ki, mənim nəslimdən böyük qövmlər törənər. Bu Allahın vədidir. Hacer'e danışaram. Lut, Ötən gecə bir yuxu gördüm. Bir grup şəhvətpərəst kişilər bir-birinə qarışmışdılar. Qara diyar və daha qara adamlarla. bilirəm. Yeganə Allah səni seçib ki, Sodum diyarına gedib, o bəd əməl və pozğun qovmu öz pis işlərindən dayandırasan. Bu vəh kəlamıdır. Sodum. Ve Lut seçildi. Necə ki əmsi İbrahim peyğəmbərliyə seçilmişdi.
Mən Hacərlə danışdım. Nə oldu? Allah'ın köməyi Nemrud'un odu mənim üçün Gülüstan olan gün, pak və təmiz bir oğlan istədim ki, Peyğəmbərliyin canişini olsun. Bir ovlad ki, Allah'ın ən üstün bəndələri onun nəslindən olacaqlar. İsmail, sonuncu Peyğəmbər Əhmədin böyük babası. Atam İbrahim, babam Tarık. Tarık'tan Nahır'ın oğlu, o da Saruc'un oğlu. Atası da, Ra'u'nun da atası Falid, Falid'in atası Abi, Abinin atası Şalih, Şalih'in atası Erfekşad'ın atası Şam ve Şam'ın atası Nuh Peygamber. Aferin. Allah razı olsun. Çok şirin uşaq. Gel buraya yüksel. Maşallah. Mənim küzəm?
Su doldurdum aydınlık üçün. Senin kömənim aydınlığına hiç ihtiyaç yoktur. Ben kənizi istəmirəm. Sen kənizi değilsən. Sen peygamberin hanımsan. Peygamberin hanımı. Benim eşkimden məyus oldun Allah'ın peygamberi. Eşkimden ümidini kestin. Məyusluq şeytan hiləsidir. Təslim çün. Eşq bir sərmayədir mənim varlığıma, mənim peyğəmbərliyimə. Sarə, paxıllığın odu Nəmrudun odundan 100 qat yandırıcıdır. Gülüstan eylə. Onlar bayrasan. Hacer həyat yoldaşımdır. İsmail mənim övladımdır. Yox Sarə. Mən bu işi görmərəm. İlahi, qovulmuş iblis sənin peyğəmbərinə nifaqla sataşır. Onu məndən uzaq sal. Oğlun İsmail'lə həyat yoldaşın Hacəri Yerusəlim diyarından bayra çıxarıb ibadət ölkəsi Hicaza daxil edərsən. Sənin Allahın onları hər bir bəladən qoruyacaqdır. Vidalaşmaq vaxtıdır Hacer. Bu Allah'ın istəyi və məsləhətidir ki, siz burada olasınız, mən də Həbrunda. Biz hansı günahın yüzünden cezalanmalıyız? Bura Safa deyirlər. O təpədə Mərbədir. Bu ikisini vəhy vaxtı Cəbrail dedi. Allah'ın bu çölünde biz aradan giderik. Uşağına rəhm elə Peyğəmbər. Bura quraqlıq və yandırıcı. İlahi, bu məkanı əmnamanlıq yeri elə. Mən öz balama sənin Beytülhəramının yanında əkinəcək olmayan bir çöldə yer verdim. Namaz qılmaq üçün. İlahi, cəmaatın ürəklərini onlara tərəf sövq etdir və onlara müxtəlif nemətlərdən ruzi ver. Olsun ki, sən verən nemətlərə şükür et. İbrahim, İbrahim.
İbrahim, 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 İbrahim. İbrahim, İbrahim, İbrahim. Ben buradayım. Ben buradayım. Seni hissediyorum. Seni hissediyorum. Yakından da yakın. Bu ilahi nidanı hissediyorum. Oğlum İsmail, Ayrılığında yanıyorum. İsmail, Canımdan da aziz. Git oğlum. bir daha Hicaz ülkesi git ve oğlum İsmail'i kurbandan üçün hazır eyle. Yok. Yok. Benden isteyirsen ki Kenaniler kimi göz bütlerinin karşısında ilk evlatlarını oda atırdılar. Öz ciğer gümüşemi kurban beni. Her kim öz oğlanlarını öldürmeye başlasa alemde day neslin kökü kesilir. Ya inanmıram. Gerek gedim Sarı. Ben çağırılmışam. Darvazanın kenarında deve hazır. Seni gözlüyorum.
Xoş gəlmisən. Bura haradır? Curhum qəbiləsi. Musafirsən ya çölçü? Misafirəm. Ana, qonağımız var. İbrahim. Hacer. Oğlun İsmail'di. Mənim İsmailim igid olur. Curhum qəbiləsi onunla fəxr edir. Curhumilər və İsmaillə necədir? Curhumilərdən yaxşı bir qəbilə görmədim. Bizi əzizlədilər. Onlar da tək Allah'a inanırlar. Hacer, hiç vaxt bilmədim onda ki sənlə uşağını çöldə bırakıp getdim. Sizin başınıza ne geldi? Allah'ın rahmetine inanırdım. Çünkü müharicet etmenizi Allah istemişti. O ağır günlerden illerdi ki ötüp, yandırıcı bir çölde, susuzluk, Hicaz güneşinin kamçıları, Səfa adlanan o təpə ve o birisi ki adı Mərvədir ve yarımcan bir uşaq.
Allah'ın peygamberi içtiğin su zemzem kuyusunun suyudur. Sabah kurbanlık günüdür yegane Allah için. Qurbanlıq üçün sürünün ən yaxşı heyvanını hazırlayın. Kurbanlık kurbangahta hazırdır. Mina dağında. Oğlum ananla vidalaş. Sefere çıkır. İsmail, Ata, sen peygamberlerin yuxusundan ne bilirsen? doğru rüya. Hem yuxuda hem de ayıqlıqda yegane Allah'ın emrini vəhy mələy mənə dedi. Dedi Allah üçün qurban kesilsin. O buyurdu ki seni kurban kesin. Bak gör bu ilahi vahide ne görürsün. Allah'ın isteğiyle beni səbirli görəcəksən. Ata, necə fərman verilibsə, o iş gör. Ata, kəndirini möhkəm bağla ki, rahatlıqla can verim. İt xəncər, rahat ölüm. Məndən anama salam de. De bu ilahi iş mənim razılığımla görüldü. Allahın peyğəmbəri, fərq elə ki, edən Allah səndən razıdır. Sen benim için en yaxşı köməksən. Ey gözümün ışığı. Neyliysen peygamber? Başsız evlat ne derdi ne de yer. Halbuki can işinin de yoktu.
Diğer gülşeni kurbangaha aparırsan, doğurdan da ne edeceğini bilmirsen. Doğurdan bu evlad öldürme rüsvayçılığı senden yaka kurtarmaz ey peygamber. Uzak ol. O günler ve iller ki senin kenarında olmalıydım, yok idi. Semavi endamının boyatmağını görmedim. Bugün gerek kurbangahta seni görün. Ve kelamıydı oğlum. Yegane Allah'ın emrinde hiç vakit tereddüt edemedim. Düşünürsen Mən üzüm üstə yatırdı ki, baxışımın təsiri sənin bu mühüm işdən dayandırmaz. Səbirli ol ata. İlahi, İsmail'im sana taraf gelir. Bu kurban senin içindir ilahi. Yegane Allah'ın adı. İbrahim, İsmail'i bırak. İsmail sana bağışlandı. Necə ki büyük imtihandan başıboşalıqla çıxdın Allah'ın yanında. Allah bu yolla əməl salih olanlara xeyr mükafatı verir. Bu aşar bir imtihan idi. İndi isə Qadir Allah'ın hədiyəsini qurban kəs və Allah İsmail'in yerinə onu qəbul edir.
ve sonradan gelenlerin arasında onun adı əzizlənəcək. Ve İbrahim Hebrun'a kayıttı ve iller ötenden sonra İshak dünyaya geldi. Vallahi İbrahim'e bəh gönderdi ki sonuncu ilahi vazifesini yerine getirmek için Allah'ın evi Kabe'ni diksin. Sen benim canişinim olacaksın, bu kavmin peygamberi. Sen Ahmet'in kokusunu verirsen, peygamberliği yüzüğünün kaşı. Sen benden sineden sineye ona salam. Ata, bu cür bir binanı tikmeye qüdrətimiz var mı? Dünyaya bel bağlamayı, aşık olsan bu iş görürler. Mən aşıqam ata. Allah'ın aşığı. Bas dike bilərik. Bu bir kudrettir ki Allah ruhumuza bəxş edir. Ve cismimiz ise ruhumuzun emrinde. İki aşıkın ruhu fermanlıdır. Lebbeyk Allahümme lebbeyk. Lebbeyk Allahümme lebbeyk. O tevhidi bina Kabe, İbrahim Halilullah'la İsmail Zebiyullah'ın elleriyle dikildi. Salam olsun İbrahim'e ki öz ömrünü tevhid yolunda sürdü. Salam olsun İsmail'e ki tevhid evini dikti. Salam olsun Lut'a, salam İsmail'le İsa'ya, Hacer'le Sare'ye ve salam olsun o keslere ki bugün İbrahim'i hac merasimine gelmişler. لك والملك